Salam uşaqlar. Deməli bugün buğmayaqlar tipinin xərçəngimlər sinifini sizə izah edəcəm. Ümumiyyətcə, buğmayaqlar özləri 1,5 milyona yaxın növü olan bir tipdir və heyvanlar aləmində də növünə görə ən çox növ sayına malik olan tip də buğmayaqlar tipi hesab olunur. Məsələn, burada diaqrama da baxsaz, çəhrayı rənglə verilənlər buğmayaqlar tipinin nə qədər çox olduğunu göstərir. Yəni ən çox rəng buğmayaqlar tipindədir, say buğmayaqlar tipindədir. Buğmayaqların bədəni xaricdən sərt skeletlə, yəni xitinlə örtülübdür. Bu skeletin 40%-ni karbohidrat, 60%-ni isə kalsium duzları təşkil eləyir. Və buğmayaqlarda ilk dəfə olaraq ixtisaslaşmış əzələ dəstələri əmələ gəlmişdir. Bunlar iki tərəfli simetriyaya malikdir. Onlar da deməli, əksər nümayəndələrinin bədəni və ətrafları ayrı-ayrı buğumlara bölünmüşdür. Sinir sistemi də hərqəvi qurdlara oxşardır. Buğmayaqlar tipinin xərçəngimlər, hörümçəklər və həşəratlar kimi 3 əsas sinifi vardır. Deməli, birinci sinifimiz xərçəngimlər sinifidir. Şəkildə də çay xərçəngini görürsünüz. Bunların 20 mindən artıq növü var. Nümayəndələrindən biri çay xərçəngidir. Onun bədəni baş, döş və qarıncıqdan ibarətdir. Baxın, baş, döş və qarıncıq yox ha, baş, döş və qarıncıq. Devs işarədir. Yəni burada belə deyək də, baş döşlə biçik olduğuna görə bu şəkildə göstərilir. Və hər sinifin növünü bilsəz məncə yaxşı olar. Məsəl üçün xərçəngimlərin 20 mindən artıq növ var. Bunu da bilin. Bədənin xitin örtüyü möhkəm və yüngül olub, xarici skelet vəzifəsini yerinə yetirir. Xarici skeletə daxildən enozolaqla əzələ topaları birləşir. Deməli, İlk dəfə buğmayaqlarda ixtisaslaşmış əzələ dəstələri əmələ gəlmişdir. İlk dəfə ixtisaslaşmış əzələ dəstələri buğmayaqlarda əmələ gəlmişdir. Böyümə zamanı vaxt aşırı, qabığını dəyişir. Nə zaman dəyişir? Böyümə zamanı. Bunun başında deməli bir cüt uzun və bir cüt qısa bığcıqlar vardır. Şəkildə görürsünüz. Bir cüt uzun və bir cüt qısa bığcıqlar. Xərçənglərin çoxlu kiçik gözcükdən, fasetlərdən təşkil olunmuş mürəkkəb gözləri var. Başdöşün alt hissəsində bir cüt üst çənə, iki cüt alt çənə və üç cüt çənə ayaqlardan ibarət ağız aparatı yerləşir. Ağız aparatı nədən ibarətdir? Bir cüt üst çənədən, iki cüt alt çənədən, üç cüt də çənə ayaqlardan ibarət ağız aparatı yerləşir bunda. Çay xərçənginin döş hissəsində də 5 cüt buğumlu yerimi ayaqları olur. Həmin 5 cüt buğumlu yerimi ayaqlarının öndə olan bir cütü qısqaclara çevrilmişdir. O qısqac da yerimi ayağıdır ha. Sadəcə olaraq yeriməyə xidmət etməyən yerimi ayağıdır. Yəni testdə sizə düşəndə biraz diqqətli olun. Yeriməyə xidmət edən yerimi ayaqları soruşa bilər və ya ümumi yerimi ayaqları soruşa bilər. Yeriməyə xidmət edən yerimi ayaqları 4 cütdür. Çünki bir cüt olan qısqaclar yeriməyə xidmət etmir. Yerimi ayaqları 5 cütdür. O qısqacları da daxil eləyirsiniz. Deməli, döş hissəsində də çay xərçənginin 5 cüt buğumlu yerimi ayaqları oldu. Bunların birinci cütündə qidanın tutulmasında, hücum və müdafiədə iştirak edən iri qısqaclar, buğumlu qarıncıqda isə 2 şaxəli qarıncıq ayaqları və quyruq üzgəci yerləşir. Şəkildə də görürsünüz. Baxın, burada başdöş hissəsində, həmin bu hissədə, başdöş hissəsində 1, 2, 3, 4, 5, digər hissədə də 5, yəni 5 cüt yerimi ayağı var. Ondan bir cütünün qısqaclara çevrildiyini görürsünüz. İkinci və üçüncü cüt ayaqların ucunda da qısqac var, lakin çox kiçikdir. Bir dəqiqə. Fikir versəz, ikinci və üçüncü cüt yerimi ayaqların ucunda da qısqaclar var. Lakin onlar çox kiçikdir. Ona görə də yəni bunun bir əhəmiyyəti yoxdur. Sonra bir dəqiqə. Deməli, buğumlu qarıncığa malikdir. Şəkildən də görürsünüz. Bunların buğumlu qarıncığında 2 şaxəli qarıncıq ayaqları yerləşir və bir də ki, quyruq üzgəci yerləşir. Qarıncıq ayaqları nə üçündür? Qarıncıq ayaqları yeriməyə xidmət eləmir. Qarıncıq ayaqları kürüləri saxlamaq və körpələri üzərində, yəni həmin kürdən çıxan körpələri üzərində daşımaq üçün istifadə olunur. Bir də bunlarda belə bir şey qeyd edeyim ki, ağız aparatı sovurucu olanlarda bağırsaq uzun olur ki, bu qidanı yaxşı sovura bilsin. Amma gəmirici olanlarda isə zaten qida xırdalandığına görə bağırsaq qısa olur. Yəni bağırsağın uzun olmasına ehtiyac yoxdur. Zaten parçalama prosesi baş verir. Amma sovurucu olanlarda isə bağırsaq uzun olur.
Həzm sisteminə gələk. Deməli, çay xərçəngi hər şey yeyən heyvandır. Onun mədəsi 2 şöbədən ibarətdir. 2 dənə hissəsi var: üyüdücü və süzücü. Üyüdücü şöbədə yerləşən xitin dişçiklərlə qida xırdalanır. Süzücü şöbədə olan tükçüklərə malik 2 dənə lövhəciyin köməyi ilə süzülür. Həzm sistemində olan həzm vəsi qidanın həzmində və sovrulmasında iştirak eləyir. Həzm olunmayan qalıqlar quyruq pərinin ortasında olan anal dəliklə xarici mühitə çıxarılır. Tənəffüs sistemi. Çay xərçəngində başdöşün yan hissəsində yermə ayaqların dibində dəri törəmələri olan qəlsəmələr yerləşir. Bu qəlsəmələr özləri xitinlə örtüldüyünə görə kənardan baxanda görünmürlər. Suda həll olunmuş oksigen qəlsəmələrin nazik divarından qana sovrulur, karbon qazı isə əksinə bədəndən xaric olur. Qan damar sisteminə gəldikdə, ümumiyyətlə bütün buğmayaqların qan damar sistemi açıqdır. Açıq qan damar sistemi vardır və həmçinin də xərçəngli buğmayaqlı olduğuna görə açıq qan damar sistemi olacaqdır. Mütləq şəkildə də baxırsınız burada. Deməli, bu sistem kisə şəkilli ürəkdən və ondan çıxan qan damarlarından ibarətdir. Buğmayaqların heç birində ürəyə gələn vena damarı yoxdur. Ona görə də bunlarda qan ürəyə gəlmək üçün ürəyin üzərində olan 3 cüt dəlikdən ürəyə daxil olur. Qan arteriyalarla bədənə vurulur. Qida maddələrdir, oksigendir, bədən hüceyrələrinə verdikdən sonra toxuma mayesi ilə qarışır, venoz qana çevrilir. Venoz qan təmizlənmək üçün qəlsəmələrə gətirilir. Qəlsəmələrə gətirildikdən sonra arterial qana yenidən çevrilib, ürəyin üzərindəki 3 cüt dəlikdən yenidən ürəyə daxil olur. İfrazat sistemi. İfrazatda başda yerləşən və axarları bığcıqların dibinə açılan bir cüt yaşıl vəzlər iştirak edir. Sinir sistemi də udlaq üstü və udlaq altı sinir döyünü, udlaq ətrafı sinir həlqəsi, qarın sinir zəncirindən və bunlardan çıxan sinirlərdən ibarətdir. Bunlarda udlaq üstü gözləri və bığcıqları sinirlər aparır, udlaq altı sinir ağız aparatına sinir aparır, qarın sinir zənciri isə daxili orqanlara sinir aparır. Sonra deməli hiss orqanlarına gələk. Xərçəngdə qısa bığcıqlar əsasən qoxu bilmə, yəni müəyyən bir-biri ilə bağlamağa çalışın ki, yadınızda qalsın. Uzun bığcıqlar isə lamisə funksiyasını yerinə yetirir. Qısa bığcıqların dibində yerləşən kirəc daşçıqlara malik çökəkçiklər vardır ki, onlar müvazinət funksiyasını yerinə yetirir. Deməli, qısa bığcıqlar həm qoxu bilmə, həm də müvazinət funksiyasını yerinə yetirirlər. Və qəlsəmələrin sayına da gələk. Qəlsəmələr özləri hər yerimə ayağının dibində bir dənə qəlsəmə mövcuddur. Yəni, deməli 5 cüt yerimə ayağı varsa, 5 cüt də qəlsəmə mövcuddur. Çay xərçənginin saplaq üzərində yerləşən fasetli gözləri müxtəlif istiqamətlərə baxmağa imkan verir. Çoxalması və inkişafı. Xərçənglər ayrıcinsiyyətli heyvanlardır. Dişilərdə cüt yumurtalıq, erkəklərdə isə cüt toxumluq olur. Mayalanmış yumurtadan kiçik xərçənglər çıxır. İbtidai xərçənglər. Deməli, burada mütləq şəkilə baxın, bu şəkilə. Çünki burada bəzilərinin adı şəkildə verilib. Məsəl üçün krevetkalardır, sonra Məryəm qurdudur. Məryəm qurduna xüsusilə diqqət yetirin. Çünki gəmi qurdudur, Məryəm qurdudur, qara qurddur. Bunları sizə çaşdırmaq üçün verə bilərlər. Necə? Məsələn, Məryəm qurdu içində qurd sözü görüb o qurda aid eləməyin onu. Məryəm qurdu xərçəngdir. Gəmi qurdu mollyusklara aiddir. Ondan sonra qara qurd hörümçəkdir. Yəni burada diqqətli olun. Müxtəlifliyinə gəldikdə isə xərçəngimlər ibtidai və ali xərçəngimlərə bölünür. Ali xərçənglər 10 ayaqlılar, çay xərçəngləri, krevetkalar, yengəclərə aiddir. Kimilərin bəziləri, məsələn, Məryəm qurdu quru həyat tərzi keçirir, amma qəlsəmə ilə tənəffüs edir. Deyə bilərsiniz ki, niyə quruda yaşasın və qəlsəmə ilə tənəffüs etsin? Çünki Məryəm qurdu quruda yaşasa da daha çox nəmişlik olan yerlərdə yaşayır. Həmin nəm də qəlsəmələr vasitəsilə həmin nəmdən istifadə edərək tənəffüs etməsinə yardımçı olur. İbtidai xərçəngimlərə də şaxə bığcıqlı, kürək ayaqlı və artemiya xərçəngləri aid edilir. Tapşırıqlara mütləq baxarsınız. Digər bir sinif hörümçək kimilər sinifidir. Hörümçək kimilər sinifi Paleozoy erasının Silur dövründə yaranmışdır. Bir də təkrar edirəm. Hörümçək kimilər sinifi Paleozoy erasının Silur dövründə yaranıb. Hörümçəklər isə daş kömür dövründə yaranıb.
Yəni hörümçək kimilərlə hörümçəyi qarışdırmayın. Hörümçək kimilər Paleozoy erası Silur dövrü, hörümçək daş kömür dövründə yaranmışdır. Deməli, burada xaçlı hörümçəyin quruluşunu görürsünüz. Hörümçəklərin əksəriyyəti quruda yaşayırlar. Bunların da 70 mindən artıq növ var. Xərçənglərin 20 mini idi. Hörümçək kimilərdə bığcıqlar yoxdur. Tipik nümayəndəsi xaçlı hörümçəkdir. Bunların da bədəni başdöş və qarıncıqdan ibarətdir. Yenə də başdöş bitişik olduğuna görə bu şəkildə yazılır. Xaricdən bunların da bədəni nazik xitinlə örtülmüş bədən, dediyimiz kimi başdöş və iri buğumsuz qarıncıqdan ibarətdir. Məsəl üçün, çalışın ki, oxuyanda digər siniflə onu müqayisə eləyəsiniz. Məsələn, buğumayaqların hörümçəklər sinifini keçdik. Ondan əvvəl isə hansı sinif idi? Xərçənglər sinifi idi. Xərçənglərdə məsəl üçün qarıncıq buğumlu idi, amma hörümçəklərdə buğumsuz qarıncıqdır. Başdöş qarıncıqla qısa və nazik saplaqla birləşir. Baş hissədə 4 cüt sadə göz yerləşir, sadə gözcük, amma xərçənglərdə mürəkkəb, fasetli gözlər idi. Bir cüt xelisər adlanan iti uclu çənə çıxıntısı və pedipalp, ayaq qolcuqları adlanan ikinci cüt ağız orqanı olur. Xelisərin əsasında da bir cüt zəhər vəzləri yerləşir. Xelisər əsasən hücumda, qidanın tutulmasında və müdafiədə iştirak edir. Hörümçək pedipalpların köməyi ilə qidanı araşdırır. Qarıncığın sonunda 3 cüt tor ziyilciyi vardır. Tor vəzlərinin ifraz etdiyi maye havada quruyaraq hörümçək saplarını əmələ gətirir. Hörümçək arxa ayaqlarındakı caynaqların köməyi ilə onları birləşdirərək tutucu tor qurur. Sonra o tutucu tora da bir dənə saplaq, yəni həmin tordan elə bir ki, bir dənə saplaq uzadaraq torla öz bədənini əlaqələndirir ki, tora şikar düşəndə həmin tor titrəsin. O zaman saplaq da titrəyir axı. Yəni xəbəri olur ki, deməli artıq ov tələyə düşüb. Həzm sistemi və qidalanması. Deməli, hörümçək qidasını tutucu torun köməyi ilə əldə edir. Tora milçək və ya digər həşərat düşdükdə sapın titrəməsi nəticəsində hörümçək cad ovuna doğru hərəkət edir. Onu sapla dolaşdırır, tərpənməz edir. Sonra xeliserini ovun bədəninə sancır və buraya zəhər axıdır. Zəhər həm ovu öldürür, həm də onun həzmində, tərkibində olan şirələr vasitəsilə həzmində iştirak edir. Bir müddətdən sonra hörümçək qayıdaraq şikarını, həll olmuş daxili möhtəviyyatını. Deməli, hörümçək iki cür qidalanır. Bir xarici qidalanmadır, xarici həzm, xeliserlərin köməyi ilə. Bir də daxili həzmdir. Yəni ki, ilk həzmin ilk mərhələsi bədəndən kənarda gedir. Maye qidanın sonraki həzmi bağırsaqda başa çatır. Həzm olunmayan qalıqlar da anal dəliklə xaric olunur. Tənəffüs sisteminə gələk, ağciyərlər və traxeyalardan ibarətdir. Bu orqanlar qarıncıqda yerləşir. Onlar ayrı-ayrı tənəffüs dəliyi vasitəsilə xaricə açılır. Harda yerləşir ağciyər və traxeyaları? Qarıncıqda yerləşir. Mütləq şəklə baxın. Nəyə görə? Orqanın harda yerləşməsini bilmək üçün baxmağınız vacibdir, çünki testlərə düşür. Qan damar sistemi. Xərçəng kimilərdəki kimi açıqdır, çünki buğumayaqlıdır. Ürək boru şəklində olub qarıncığın bel hissəsində yerləşir. Amma xərçənglərdə ürək kisə şəklində idi, başdöşün bel hissəsində yerləşirdi. Amma hörümçəklərdə ürək boru şəklindədir, qarıncığın bel hissəsində yerləşir. Bu da bir fərq. Və bunların da ürəyində əslində 3 cüt dəlik var. Sadəcə olaraq şəkildə göstərilməyib. Xərçənglərdə olduğu kimi 3 cüt dəlik var. Vena damarı yoxdur. Qan həmin 3 cüt dəlikdən ürəyə daxil olur. İfrazat sistemində, ifrazatda da Malpighi boruları və xüsusi vəzlər iştirak edir. Malpighi boruların bədən boşluğuna olan ucu kör qurtarır, digər ucu isə arxa bağırsağa açılır. Bax, fikir verin, deyir ki, Malpighi borularının digər ucu da arxa bağırsağa açılır. Deməli, bunlar da ifrazat sistemi həzm sistemi ilə əlaqəlidir. Yəni artıq bağırsağa açılırsa, deməli əlaqəli gedir. Sinir sistemi iri sinir düyünündən və ondan çıxan sinir sütunundan ibarətdir. Hiss orqanları, hörümçəyin hiss orqanları başda yerləşən 4 cüt sadə göz və lamisədə iştirak edən pedipalplardır. Hissiyatda həm də ətraflarda olan tükcüklər də iştirak eləyir. Çoxalması və inkişafına gəldikdə ayrı cinsiyyətlidir, dişisi erkəkdən iridir. Dişi yumurtalarını tor barama içərisində qoyur və qışda ölür. Yazda baramadakı yumurtalardan da kiçik hörümçəklər çıxır. Mütləq hansı orqanın harda yerləşməsinə diqqətlə baxırsınız şəkillərə. Hörümçək kimilərin müxtəlif qrupları. Hörümçək kimilər, hörümçək, əqrəb, bövlər və gənələr dəstəsinə bölünür. Şəkillərə baxın. Tarantul, bax burada qara qurd, hörümçəkdir, barama daşıyan, otlaq gənəsi, su hörümçəyi, böv, əqrəb. Bunlar hamısı hörümçək kimilərə aiddir.
Bunlar hamısı hörümçək kimilərə aiddir. Məsəl üçün, hörümçək kimilərdən əqrəbi görürsüz. Buğmayaq, əgər sizə testə düşsə ki, buğmayaqların hamısı diri bala doğur, xeyr. Daha doğrusu buğmayaqların heç biri diri bala doğmur desə, bu yanlışdır. Buğmayaqlarda məsəl üçün əqrəblər diri bala doğur və əqrəblərin belə deyək də son neştər olur ki, neştərin də ucunda zəhər vəzisi yerləşir. Bəzən bir dənə olur, amma 2 dənə olanlar da var. Sonra bövləri görürsüz. Deməli, bövlərdə zəhər yoxdur. Sadəcə olaraq onun xiliserləri o qədər böyükdür ki, sancması yəni çox dəhşətli ağrıya səbəb olur. Deməli, əqrəblərdə itoz neştər diri bala doğdu, balalarını belində gəzdirir. Azərbaycanda da qara, sarı və boz əqrəblər olur ki, yəni çox zəhərli əqrəblərə aiddir bunlarda. Bövlərdə xeliser iridir, zəhər vəzləri yoxdur, lakin insanın dişləməsi çox ağrılı olur. Digər bir dəstə də gənələr dəstəsi idi ki, hörümçək kimlərin çoxsaylı qruplarını təşkil edir və hər yerdə rast gəlinir. Onların bədəni buğumsuzdur, gövdə və xortumdan ibarətdir. Xortumun xeliser və pedipaplardan təşkil olunmuşdur. İnsan üçün qoturluq xəstəliyinin törədicisi qoturluq gənəsi və ensefalit xəstəliyini yayan isə otlaq gənəsi daha təhlükəlidir. Mütləq tapşırıqlara baxarsınız. Gələn dərsdə də həşəratlar sinifini sizə izah eləyəcəm. Sağ olun.